Bu sualı 104. 104'ü fikrimcə çoxuz rahat yazarsınız. Çünki ən azı oxşarlıqlar quracaqsınız burada. Çünki trapesiyanı mənlə gedibsiz də 9. Burada nə qalır? 2, burada qalır 6. Burada Fales teoreminə görə qurmaq olar. Bura K olanda, bura neçə K olur? 3K. Bildinizdə niyə? Bəli. Falesə görə. Onda bu qıraqların nisbəti 1 bölünsün 2'dirsə, onda hündürlərin də burada nisbəti nə qədər olur? Belə olur. Bəli. Evet. Söndü soğanı yazın geçsin. Əslində mən burada paralelogramla tamamlamıram. Mən belə deyirəm. Deyirəm ki, baxın 3'dən 5'e 2 artıb. 5'dən 9'a nə qədər artıb? 4 artıb. Onda bura 2K 4 kaymış. Buradan da nisbəti elə 1'in 2'ye yenə də qurmaq olur. İndi dediyim kimi yenə baxın burası sahə H-dırsa, bura 2H-dır. İndi sahə üçün bura üçün trapeziyanın sahə qaydasını yaz, bura üçün sahə qaydasını yaz. Hesabla. Bir də bunu belə düşünmək olar. Baxın. Bura 5, bura 3, bura 9. Ne edirəm? Bunu üç bucağa tamamlayaram. Bu üsul bunların hamısından yaxşıdır. Şimdi baxın A, B, burada tutaq ki, Y olsun. C, M, D. Bu da M olsun. Oxşarlıq. Və götürün bu üç bucaqda oxşarlıq yazın. Bura qədər olan figurda. Sahələrin nisbəti, tərəflərin nisbəti nə idi? Kvadratı idi. Ona görə burada 9S olur. Aşağı bütün 25S olur. 25S olanda bunun 16S qalır. Şimdi bura top 9 olanda bütün de sahə ABS'nin sahəsi 81S'dir. Yuxarıdakı 25'e çıxan da buradan nə qalar? 6. Burada nə qaldı? 7, 56. Burada 56S olar. Bölün geçsin. Bunu niyə sizə deyirəm? Çünki keçən il yəqin ki MİQ imtahanına düşən bu sualı gördünüz də. Bu sahələr nə idi? Bərabərdir deyirdi. Tutaq ki buranı 4 verirdi. Məsələn buranı tutaq ki nə bilim 6 verirdi. Bu ikisi soruşurdu. Bunun təbii ki siz bəlkə əzbərləyibsiniz. Qayda var. A kvadrat üstəl B kvadrat bölünsün 2. Kitablarda verilir. Bu qayda verilir. Ben kanalımda onu ispat etmişəm. Amma yaxşı bu sahanın biri diğerinin 2 dəfə çox olsa neyniyəcək? Bu qayda ödənməyəcək. Onda neynirik? Bu yuxarıdakı qayda ilə tətbiq edilir. Onsuz da o bayaqçının da ən gözəl isbatı elə bu qaydadır. Bura 4. Burada 2S yazımıza sonra. Burada 6. Bakın bura 2'nin 3'e nisbəti olur. Yuxarıdakı bu üç bucağın bütün sahəsinə olan nisbət. Kvadratı olur. Yəni bura olur 4 böl 9. Bura 4S olur. Bütün sahada 9S olur. 9S'dən 4S'i ayıranda neçə S qalır? 5S qalır axı. Bu 5S'də də məsələn tutaq ki buranı deyirdim 1'in 2'ye nisbətidir. 3x 5S'dirsə onda x nə qədərdir? Deməli bura olur sahəsi 5S böl 3. Bura olur 5S böl 3. Burada olur 10S böl 3. İndi buradan x'i tapa bilərsiniz. Oxşarlıqdan. Götürün buradan. O saha nə qədərdir orada? Yuxarı 4S. Bütün sahanı toplayın bunu. 12, o da 5. Nə qədərdir? 17. 17S bölünsün 3'tür. Və sahalar nisbəti bərabərdir. Tərəflər nisbəti nəyi? Kvadrat. Bu üç bizə adamlanışdı. Bəli.